Bədənə yönəlik coaching nədir, nə üçün istifadə olunur və necə ümumiyyətlə istifadə olunur? Birinci bu nüansı dəqiqləşdirək ki, bədənə yönəlik coachingdə biz daha çox bədənlə işləyirik və bütün proseslər elə bədəndə olduğu üçün hər şey deməli işləyir. Emosiyalar, hisslər, fiziki reaksiyalar, zehində gedən proseslər, diqqətimiz və sair bütün yəni bu struktur iştirak edir. Çünki əsasən psixoloji konsultasiyalarda və ya coach sessiyalarda, təbii ki, coach sessiyalarda enerji aktivləşdiyi üçün bəlli bir hədəfə çatma ehtimalı daha çox olur, nəinki psixoloji konsultasiyada. Çünki psixoloji konsultasiyada daha çox rahatlama, təmizləmə, anlama, analiz üzərindən gedir, amma coach sessiyalarda daha çox məqsədə gedib çatmaq və baryerləri aradan qaldırmaq üzərindən gedir. Burada bədənlə işləməyin faydaları ondan ibarətdir ki, biz nə qədər istəsək də bəzən bədən sözümüzə qulaq asmır. Yəni ruhumuz çox şey istəyə bilər, hisslərimiz, emosiyalarımız, daxilən içəridə nələr-nələr yaşaya bilərik, amma gözümüzü açıb reallığa baxanda görürük ki, ya hərəkət eləmirik, ya ümumiyyətlə heç nə eləmirik, ya bədən bizə o resursu vermir, ya gücümüz çatmır, ya da maksimum nə etmək, gedib yatmaq istəyirik. Demək ki, burada daxili məqsədlə, daxili niyyətlə fiziki bədənin öz reallığı arasında nəsə uyğunsuzluq var və yaxud da ki, daxili konflikt var. Daxili konflikt varsa bu həll oluna bilər ya psixoloji texnikalarla və yaxud da ki, coach texnikaları ilə. Amma eyni zamanda burada bizim üçün lazım olan nüanslardan, vacib olan nüanslardan biri odur ki, daxili niyyətimizlə bədən resursu eyni xətt üzərindən gətirib çıxardaq və bizim hədəfimizə xidmət eləsin. Bu hədəfimizə xidmət eləsin deyəndə o deməkdir ki, bədəndən istifadə edirik. Yox, ən keyfiyyətli şəkildə olması üçün sırf bədənimizin də buna uyğun enerjisi, resursu olmalıdır. Yəni biz məsəl üçün yönləndirib öz bədənimizi məcbur edə bilərik ki, hansısa hədəflərimizə çataq. Amma ki, bu bədəni tükədə bilər. Amma əgər bədən reallığına və resurslarına uyğun gələn bir niyyətdirsə, təbii ki, o onu əksinə gücləndirəcək və daha da canlanmasına səbəb olacaq. Bədənə yönəlik coaching bizə kömək eləyir ki, həm bədən, həm zehin, həm emosiyalar, enerji bir müstəviyə, yəni bir niyyət üzərindən toplaşsınlar və hər hansı bir niyyət üzərindən bir xətt üzərindən getməyə başlasınlar. Bədənin öz yaddaşı var, bədənin öz yaşantılardan sonra bəlli bir reaksiyaları yaranır və bunları dəyişdirdikdə və yeni istədiklərimizə adaptasiya elətdikdə, təbii ki, bizə çox böyük bir kömək olur bədənin hədəfimizə hazır olması, niyyətimizə hazır olması. Biz nələrsə istəyə bilərik, zehnimiz buna hətta yetəri qədər hazır ola bilər. Amma emosional reaksiyalarımız ola bilər, keçmişə əsasən yaşadıqlarımız ola bilər ki, emosional hər hansı bir reaksiya və yaxud da ki, fiziki reaksiya bunu bloklaya bilsin. Və enerji terapiyasının məsəl üçün əsas tərəflərindən biri də nədir? O blokları aradan qaldırsın. Və biz də bədənə yönəlik coachingdən istifadə edəndə bu enerji texnikalarına çox bənzəyə bilir. Çünki biz burada hal vəziyyəti, daxili durumu dəyişdirə bilirik və bu eyni zamanda bədən yaddaşında da dəyişdiririk. Nəticə etibarilə bədənimizdə, beynimizdə, ruhumuz da eyni müstəviyə gəlib çıxa bilir. Daha ətraflı, əgər maraqlıdırsa, təbii ki, yeni videolarda çəkə bilərəm. Amma ki, yəni onu deyim ki, çalışın ki, daxili bütün strukturumuz eyni niyyət üzərindən getsin. Hər hansı bir hiss eləsəz ki, hansısa tərəfiniz razı deyilsə və qorxu varsa və yaxud tərəddüd varsa, bunu görməzdən gəlib davam etmək əvəzinə, əksinə onu görməyə çalışın və bununla nə edə bilərəm ki, mənim niyyətimə gedib çatmağıma kömək olsun deyə sual verərək həmin sizinlə razı olmayan tərəflərinizi özünüzlə bir barışığa gətirib ən yaxşı bir harmoniya daxilinizdə və həyatınızda yarada bilərsiniz. Əlavə suallarınız varsa yazın, mən də cavablandırım. Hələlik.